Günlərin bir günü Masalı tərəfə həm tuğa gidirik. Çəliyanda o çıxacaqda Qızılgül var. Bir iskan çay içək də, həm vətəndir, orada bir çay içək. Dayandıq elə 3 dəyə maşındır dayanmış o. Doğrudan sağ olsunlar. Varina, qənd, nə bilim, kamper, o səlyan nobatları olur, pişirirlər belə, satırlar ona. Onunla da gətirirlər, qoyurlar belə, qəşək. Şuralar kimi rəis sirqənlə içən, varina ilə içən. Götürdüm mən də bir də bu nobatdan attım ağzıma, stəkanı götürdüm ki, biskan içimdə çay. Elə bir qurtum içəndə işlədim də nobatı. Gördüm buradan içərdən incitdi nəsə. Demə, kəsdi nədir bu? Bu nobat olabsın kəsir də, çox üzr istəyirəm, belə tüfürdüm ki, görüm qanamadı, gördüm bir də arı çobalayır. Arı, olmuş əhvalatdır. Arı girib o nomatın içərisinə, mən kişləyəndə mənə buradan sancırdı. Vay, faciyə başlayıb. Biz də tuğa gidirik. Dilara şorzad qoyğunan ki, şişməsin. Belə suara çatanda gördüm, yox, bu tərəfimi şişib. Tuğa gedirik, nətər olacaq. Cəllavada çadanda güzgirəm, maşında baxıram, buyam şişibdə. Uşağa deyirəm, nağarəsən. Saxladım mağazin qabağında. Deməli, dekan düşək oradan yarım kilo konfet al. Gecə əriyən konfet olsun. Yarım kilo oradan konfet al. Konfeti aldırdım, toy yerinə çadanda birini soydum, attım ağzıma, keçirtdim sağ tərəfə. Belənci. Belənci.